Bax, ey qardaşım, mən səni Allah üçün sevirəm. Getdiyin yol deyil. Tutduğun məslək gediş yeri deyil. Necat yeri deyil, qurtuluş yeri deyil. Şirk edənə də söyləyəcəksən. Bidətə gedənə də söyləyəcəksən. Haqdan sapana da, mənhəci itənə də söyləyəcəksən. Ey qardaşım, Allah səni mənə qardaş eləyib. Üzərimə vacibdir sənə tövsiyə eləmək. Səni pislikdən çəkindirmək, haqqa çağırmaq. Çünki uçurumdan, odun kənarından olan bir uçurumun kənarındayken Allah Azze ve Celle bizi bir-birimizə qardaş elədi. Qardaşlar, kimsəni bir-birinə qardaş eləməyib, bizi alimlərin Rəbbi olan Allah eləyib. Var mı burada eyni soydan bir atanın belindən, bir ananın bətnindən? Dünyanın hansı bir şəhərində, məmləkətində, ölkəsində fərq eləməz. Tevhid əhli olan, sünnə əhli olan, sələfi mənhəci üzərində olan bir müsəlman varsa, mənim qardaşımdır və sənin də qardaşımdır. Çünki bizi bir-birimizə qardaş edən Allahdır.